Amerika Erməni Assambleyasının siyasi məsələləri üzrə direktoru Alex Galitkin sülh aktına toxunub. Keçən həftə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri müavini konqresmen Darrell Issa Peace Act adlanan qanun layihəsini təqdim edib, hansı ki, Ermənistan-Azərbaycan münasibətlərində Azərbaycanın daha da aqressiv davranışının qarşısını almağa məqsədi qoyur. Lakin sülh aktı adı altında təqdim edilən bu qanun layihəsini faktiki olaraq qağız pələngdir. Görünür, şərt görünmək üçün, amma əslində faydasız icra olunmaz və məhdud çərçivəlidir. Qanun layihəsində nəzərdə tutulur ki, sanksiyalar yalnız buraxılacaq yeni aqressiya hallarına tətbiq olunsun. Bununla da Azərbaycan tərəfinin Ermənistanın suveren torpaqlarını uzun müddətdir işğal etməsi, erməni əsirləri girov saxlanma, onlara qarşı zorakılıq, erməni mədəni irsini və mülkiyyətin məhv edilməsi, Qarabağdakı ermənilərin öz evlərindən təhlükəsiz və ləyaqətli dönüş haqqı kimi problemlər görməzdən gəlinsin. Nəticədə sülh aktı Azərbaycanın məsuliyyətinə çox aşağı bariyer qoyur, yalnız yeni aqressiyanı önləmək məqsədi ilə, amma bu, Azərbaycanın davam edən insan hüquqları pozuntularını və ərazilərin işğalını normallaşdırılır. Bu, qanun Ermənistan üçün ucuz təsəllidir, faktiki ədalət və məsuliyyətin qapılarını bağlamağa yönəlib.